Bəs ilk öncə nə ilə başlamaq istəyir Rəna xanım? Məsələn, ilk əlaqələri nə üstündə qurmağı planlaşdırırıq? Afrika-Azərbaycan ticarət əlaqələri bizim təşkilatımız 2023-cü ildən maydan qeydiyyata düşübdür. Bu son 2 il, 3 il ərzində mən bir təşkilat rəhbəri olaraq Rusiyada keçirilən, Sankt-Peterburq şəhərində keçirilən Rusiya və Afrika İqtisadi Forumunda iştirak etdim. Türkiyədə keçirilən Türkiyə və Afrika İqtisadi Forumunda iştirak elədim. Dubayda iştirak elədik və oradan bir çox əlaqələri artıq qurmuşuq. Belə deyim, altyapını bu illərdə etməyə çalışmışıq. Bir çox ticarət palatalarla artıq tanışlığımız var, artıq məlumatlıdırlar onlar Azərbaycan haqqında, Azərbaycan sahibkarlığı haqqında, məhsulları haqqında bu işləri görmüşük. Bizim indən belə ki, əsas missiyamız ondan ibarətdir ki, bu yığdığımız əlaqələri artıq biz bu ticarətə çevirməkdir. Biz bunun üzərindən çalışacağıq. Bayaq dediyim kimi də, əlbəttə ki, bizim sahibkarları da inandırmaq çətindir ki, bizim məhsul Afrikaya ixrac oluna bilər, Afrika bizim alıcımız ola bilər. Bayaq müəllim dediyi kimi, oranın bir 300 milyard dollarlıq bir ticarət dövriyyəsi var qitənin. Niyə də biz orada bir Azərbaycanın bir payı olmasın? Ona görə ki, təsəvvür edin ki, Türkiyə və Afrika ölkələri arasında ticarət dövriyyəsi hardasa 40 milyard dollaradır 2025-ci hədəfi. Birləşmiş Ərəb Əmirlikləri heç bir şey istehsal etmədən reeksportla 70 milyard dollara yaxın bir ticarət dövriyyəsi hədəfləyiblər bu il üçün. Amma nədən Azərbaycan bu qədər istehsalçı olan bir ölkə, bu qədər zəngin bir ölkə, niyə bizim məhsullarımız Afrikada tanınmasın və satılmasın? Və əlbəttə ki, bizim bir strategiyamız var və yavaş-yavaş, hissə-hissə oraya yaxınlaşırıq. Ona görə ki, insanlara birdən bir şey, böyük bir şeylər vəd etmək, sonra onların ümidinə puç etmək bu düzgün olmayacaqdır. Ona görə də, bəli, ona görə biz yavaş-yavaş belə hədəfimizə doğru getməyə çalışırıq. Biz doğru bir yol tapmağa çalışırıq, doğru partnyorlar tapmağa çalışırıq. Bu Afrikada çox çətindir. Bu Rusiya deyil. Bugün təyyarəyə mindim, getdim 3 saat, görüşdüm. Bəli, bizim burada hardasa bizim postsovet ölkəmiz olduğuna görə biz onları tanıyırıq, mədəniyyətini tanıyırıq, onların anlaşmasını tanıyırıq. Amma Afrika ölkəsi üçün bu bizim üçün biraz çox çətindir. Ona görə ki, 2000-dən çox millət var, orada bir çox din ayrımaları var. Yəni bizim üçün bu yeni, biz empati qurmağa çalışmalıyıq, mütləq olaraq. Ömrü boyu belə 500 ildə onlar müstəmləkə altında yaşamışlar və indi son 100-lə yaxında onlar bir müstəqillik əldə etmişlər. Amma yenə də hətta indi də qərar verməkdə müstəqil deyillər. Ona görə ki, apardığımız bir çox görüşlərdə biz bu qərara gəlib çatmışıq ki, mütləq olaraq biz qərar verən şəxslər, görüşdüyümüz şəxslər bir başqadır, qərar verən şəxslər bir başqadır. Yəni bu çox çətin bir şeydir. Bu qıraqdan asan görsənə bilər. Bu bəzən bir müqaviləni almaq üçün aylar, illər biz sərf edə bilərik ki, hansısa bir böyük orada şirkətlərə məhsul ixrac edək. Bizim indi bayaq söylədiyim kimi, bizim əsas təşkilatımızın Türkiyə təşkilatı ilə belə bir anlaşması var ki, biz bir-birimizdən aldığımız bu kontaktları mübadilə edə bilərik və onların platformasından da istifadə edə bilərik və 25-26 iyunda Türkiyədə, sırf İstanbulda böyük bir forum keçiriləcək. Sırf 1500-dən artıq Afrikalının İstanbula gələcək. Bu sadəcə iş adamlarıdır. Yəni bilin ki, bu onlar maraqlı insanlardır və bu sizə 1500 imkan deməkdir. Yəni 1500 iş adamının İstanbula toplanması və 2 günlük orada sərginin və forumun keçirilməsi və orada bir çox ölkələrin təhsil naziri, idman naziri və yaxud da ticarət palatasının sədrlər gələcək, ticarət və sənaye nazirlikləri var bir çox ölkələrdə, onların nazir müavinləri. Yəni belə bir kontingentdə ibarət olan Türkiyə tərəfi böyük bir forum keçiriləcəkdir və mən də buradan Azərbaycan sahibkarlarına çağırış edərdim ki,
siz bu forumda iştirak edin, buradan faydalanın. Afrika bazarına çıxış üçün elə bizim ilk addımımız, ilk fürsətimiz elə bu tədbir ola bilər. Ona görə də düşünürəm ki, biz zaten özümüz, öz ətrafımız bildiyimiz qədər biz bir hədəfimiz odur ki, Azərbaycandan bir 100-ə yaxın sahibkar orada iştirak etsin və onlar artıq real bir vəziyyəti görəcəklər. Türkiyə modelini də, Türkiyə təcrübəsini də elə o forumda və sərgidə görəcəklər. Ondan sonra orada bir böyük bir məsrəfə ehtiyac yoxdur. Zaten Azərbaycan şirkətlərinin çoxunun Türkiyədə filialları var, depoları var, istehsalları var. Yəni onlar orada iştirak etsələr artıq Afrika bazarı haqqında bir anlayışları olacaq. Artıq onlar orada qərar verə bilərlər ki, davam etmək olarmı, yoxsa olmazmı? Yəni mən onlara görə istəyərdim ki, Azərbaycan sahibkarları bu fürsəti qaçırmasınlar və bu sərgi onlar üçün çox faydalı olacaqdır və bizə görə də Afrika bazarına çıxış ilk olaraq elə bu sərgidən başlayır.